Uşağınız xəstələndi, qızdırması var, öskürür. Antibiotik lazımdırmı? Qısa cavab hər zaman yox. Antibiotiklər yalnız bakteriyalara qarşı təsirlidir, viruslara isə təsir etmir. Yəni virus xəstəliklərində antibiotik vermək faydasızdır. Biz pediatrlar nə edirik? Əlamətlərə baxaraq ayırd etməyə çalışırıq. Bu virusdur, yoxsa bakterial infeksiyadır? Uşaq yaşda infeksiyaların böyük əksəriyyəti virus mənşəlidir. Əgər burun axıntısı varsa, qızdırma çox uzun çəkmirsə, qızdırma düşdükdən sonra uşaq yenə aktivdirsə, qan analizləri təmizdirsə, bu hallarda çox vaxt səbəb virusdur və antibiotik lazım deyil. Amma əgər qızdırma çox yüksəkdirsə və düşmürsə, uşaq getdikcə süstləşirsə, qidadan, sudan imtina edirsə, bu artıq ciddi infeksiyanın əlaməti ola bilər. Bəzi hallarda, məsələn, pnevmoniya və ya sidik yolu infeksiyasında antibiotik istifadə etmək zəruri olur. Unutmayın, hər qızdırmada həkimdən antibiotik tələb etmək düzgün deyil. Əvvəl səbəb araşdırılmalı, sonra qərar verilməlidir. Antibiotiki doğru vaxtda istifadə etmək uşağınızı qoruyur. Yanlış istifadə isə gələcəkdə təsirsiz qalmasına səbəb olur.